Mən bilirəm ki, bir çoxlarınızın axtardığı evdən sizə təqdimat edirəm. Ona görə də video başlayarkən ev axtaran bütün qohum, tanış, yaxın bu videonu göndərin. Çünki bu ev həqiqətən də əsl, o beyində xəyal edirsən, bu şeyi bura qoyardım, bu divan rəngi, bu şey, hamısı da, yəni burada bütün nöqtələr bir-birini əvəzləyir. Qiymət mükəmməl, prospekt yola yaxın. Bir sözlə, elə bir evin təqdimatını edirəm ki, birmənalı şəkildə bu evin tayı bərabəri yoxdur. Qiymət münasib, müasir üslubda təmir olunmuş, inşa olunmuş gözəl bir evimizlə sizlərin qarşınızdayım. Keçir evimizin həyətyanı hissəsinə. Bu həyət evidir. Masazır qəsəbəsində, prospekt yolun tam yaxınlığında və ümumiyyətlə hər bir tərəfi kolon rigerlərlə əvəz olunmuş gözəl bir evdən təqdimat edirəm sizə. Arzusunda olan hər bir kəsə inşallah ki, bundan da gözəl evlər qismət olsun. Evimizin xarici görünüşü gördüyünüz kimi ağlay daşlarla üzlənilib, hər bir tərəf, dörd bir tərəfi kolonlarla əvəz olunmuşdur. Ümumi bir eyvan hissəsi var və nəzərinə çatdırım ki, bu evin tikilişi hardasa 3 il vaxt aparıb və ev sahibi sırf öz yaşam məqsədi üçün bu evi inşa edib, hal-hazırda xarici ölkəyə köçdüyü üçün bu evi satmaq qərarına gəliblər. Hardasa evdə də bir 6-7 ayda da yaşayış yoxdur. Gördüyünüz kimi 2 mərtəbəli və müasir üslubda, yəni bir çoxlarınızın axtardığı və bəzilərimizin və yaxud da baxırsınız orada səhifələrdə bundan da bahalı qiymətə, bundan da zəif evlər almışsınız. Amma bu ev həqiqətən də çox mükəmməl bir təklifdir. Həyətyanı hissəsinə rahatlıqla avtomobillər daxil ola bilir. Qapısız uzaqdan idarə olunmuş, jalü sisteminə təchiz olunub. Deməli, baxın, bu hissədə texniki otaqlarıdır, kombi otaqlarıdır. 2 ədəd kombi otağı var. Bu hissədə köməkçi bir əldamı kimi düzəldilib. Qapısı, bax, gördüyünüz kimi uzaqdan idarə olunmuş, jalü sisteminə təchiz olunub. Bir dənə zəhmət olmasa çöl hissədən arxa-arxadan çöl hissədən bir dənə evimizin fasadını göstərək. Həqiqətən də bu evin tayı, bərabəri birmənalı şəkildə yoxdur. Videomuz biraz uzun konsept olacaq. Çünki evimizin sahəsi böyükdür. Evimizin bütün detallarını sizlərə ətraflı şəkildə göstərib. Qapıya qədər asfalt yoldur. Yerləşmə yerdə prospekt yolun yaxınlığında. Gəl bir dənə zəhmət olmasa içəridən göstərək. Deməli, dəyərli izləyicilər, bax, mərkəzi kanalizasiya, kommunal söhbətlərimi bağlayıram. Çünki belə bir evin olduğu yerdə, yəni ev sahibi də yaxşı yerdən torpaq alıb, yaxşı üzr inşa edib. Yəni, torpaq yerləşmə yeri magistral yola çox yaxındır. Xoş gəlmişsiniz. Evimizin gözəl bir giriş hissəsi var. Ümumiyyətlə, inşallah ki, bax, bu videomuza baxan hər bir izləyicimizə, yəni bundan gözəl evlər qismət olsun. Evimizin giriş hissəsidir. Baxın, burada belə bir gözəl divan kresolar yığılıb. Ümumiyyətlə, ağ rənglərdən istifadə olunub. Bu da evin daxili görünüşünə çox xüsusi bir gözəllik qatır. Baxın, yəni, dəbdə olan təmir, qiymət münasib, yerləşmə yeri mükəmməl. 350 min, 400 min manat deyil, ala biləcəyiniz bir büdcələri. Diqqətlə baxın, videonun sonunda sizə ətraflı məlumat verəcəm. Bütün əşyalarla birlikdə satılır. Bir dənə zəhmət olmasa ümumi buranı göstərək. Açıq bir, bax burada gördüyünüz kimi geniş xolu var. Bu hissədə qonaq otağıdır. Və keçir evimizin digər detallarını sizə ətraflı şəkildə tanış eləməyə. Pləkanlar monolitdir. Evin sağı solu hamısı kolonlarla inşa olunub. Mətbəx hissəsini göstərirəm sizə. Baxın mətbəxinə. Yəni evdəki bütün texnikalarla birlikdə satılır. Gəl zəhmət olmasa içəridən göstərək. Bax, mətbəx mebeli bahalı bir mebeldir. Hardasa bu mətbəx mebelinə bir 6000 manat pul xərclənir. Bəlkə də çox. Bax, Samsung bütün texnikası Samsungdandır. Yəni qaz peçindən tutmuş, evdə işlənilən bütün detallar. Yəni bax, qapılara qədər hamısı brenddir. Bax, burada sizə adını göstərəcəm ki, zəhmət olmasa. Hamısı brend materiallardan istifadə olunub və deməli, bax, birinci mərtəbədə burada bizdə belə bir sanitär qovşağıdır. Duş kabina təchiz olunub. Baxın, belə bir geniş sanitər qovşağıdır. Gəl zəhmət olmasa, baxın. Yəni, çox mükəmməl bir evdir. Hər bir detalına qədər hamısı yüksək səviyyədə. Deməli, qalxırıq evimizin ikinci mərtəbəsinə. Bax, bu hissədə də ki, olan bir şey, yəni çox mənim nəzərimə çatdı. Bax, belə bir işıqlandırma pəncərə qoyulub. Bu hər evə lazımdır. Qalxırıq ikinci mərtəbəyə. Bir dənə buradan genişliyi göstərir, zəhmət olmasa. Çox işıqlı, həqiqətən də çox mükəmməl bir evdir. Və buradan da, bax, bu gördüyünüz aydınlatma pəncərəsi də evin daxili görünüşünə çox xüsusi bir gözəllik qatır. Əziz və dəyərli izləyicilərimiz, videomuzu izləyərkən videomuzu bəyənməyi unutmayın. Masazır qəsəbəsində hər bir qiymətə evlərimiz mövcuddur. Bu gözəlliyin ikinci mərtəbəsindəyik hal-hazırda. Həqiqətən də yəni, bu evə tərif verməyə ehtiyac yoxdur. Video görüntülərdən görünür.
bax, geniş bir hol hissəsi, mərtəbə arası monolit və qranit gördüyünüz hissələrin hamısı istifa olan təchiz olunur. Geniş bir holudur. İkinci mərtəbədə olan sanitar qovşağını göstərəcəm sizə. Yəni, bura hal-hazırda istifadə olunmur. Baxın, burada belə bir yataq otağıdır. İkinci mərtəbədə olan bir yataq otağıdır. Geniş ölçüdə. Baxın, belə səliqəli şəkildə. Üzr istəyirəm. Deməli, baxın, bu hissədə geniş bir yataq otağı. Maşallah olsun. Yəni, evdəki bütün detallar bir-birini əvəz edir. Bunların heç biri paduqa deyil, əl işləməsidir. Yəni, bu evdə kapron, ucuz, yəni belə şeylərə qatılmıyor. Bu hissədə bir sanitar qovşağıdır. Bax, gördüyünüz belə səliqəli şəkildə. Deməli, baxın, burada belə bir yataq otağıdır. Bütün əşyalar, bax, bu mebellər İstiqbal firmasınındır. Bütün əşyalar hamısı qalır. Texnika daxil, bütün əşyalar qalır. Heç bir əşya götürülmür. Yəni, bir çöpü belə götürmürlər. Deməli, baxın, burada belə bir yataq otağıdır. Həqiqətən də, yəni, adam iş görür də. Yəni, bu işə, bu evə qiymət vermək dəyər. Qiyməti 230 min manatdır. Kupçalı, bax, gördüyünüz bu gözəllik 230 min manata satılır. Bax, burada da belə bir sanitar qovşağıdır. Yəni, ümid edirəm ki, bu evimiz çox az qalacaq. Haradasa, yəni 3 gün, 4 gün ərzində bu ev satılacaq. 3-4 gün. Əgər ev axtarırsınızsa, mütləq şəkildə zəng vurun, gəlin, yaxından da baxın. Bu ev həqiqətən də sözün bitdiyi andır. Keçirik evdə sonda olan eyvan hissəsi ilə videomuzu yekunlaşdırıram. Əziz və dəyərli izləyicilərimiz, əlaqə nömrəmiz 055 966 gördüyünüz üçün bax, belə bir eyvan hissəsidir. 966 45 00 nömrəmizlə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz. Sağ olun, salamat qalın. İzlədiyiniz üçün təşəkkürlər.